Hal-hazırda Arizonadayım. Burada çox güman ki qəza olub. Belə uzaqdan baxanda biraz ürkütücü görünür. Salam dostlar, hal-hazırda Arizonadayım. Grand Canyonları görmək üçün gəlmişəm. Və arxamda gördüyünüz bir binada qaldığım oteldir. Oteldə 2 mərtəbəli oteldir, 3 ulduzluydu. Elə bir belə deyək də çox da bahalı deyil, gecəsi $112. Amma əsas bunun otelin əsas üstünlüyü bu mövqeyidir, hansı ki Route 66 Amerikanın ən tarixi, ən belə deyək turistik rutudur. Yəni o yoldur, Chicago'dan Santa Monica'ya qədər, Los Angeles'a qədər gedən yol və bu otel də bu rutun üzərindədir. Yəni hal-hazırda gördüyünüz bu otel yəni rutun üzərindədir və bu arxamda gördüyünüz yol Route 66'dır. Və sizə biraz da otelin adını da çəkim göstərim. Burada oteldir. Belə verin. Hal-hazırda olduğum şəhər Williams şəhəridir. Williams şəhəri Arizona'nın şimalında yerləşir və bura Grand Canyon'un keçid qapısı kimi bilinir. Hansı ki buradan Grand Canyon Railway, yəni qatar yolu 1901-ci ildən bəri tikilmiş qatar yolu keçir. Və tarixi Route 66, yəni historik Route 66 bu şəhərdən keçir. 1900-cü illərdən bəri Amerikan stili restoranlar, Amerikan stili mağazalar bu Williams şəhərindən, yəni Williams şəhərində daha çox olub və hal-hazırda da öz mövqeyini qorumaqdadır. Buradan o tərəfə Arizona ştatının Railway, yəni qatar dəmir yolları muzeyi var. Bu gördüyünüz qatarlar hal-hazırda hərəkətdə deyil. Amma buranı muzey kimi istifadə edirlər. Buradan keçmişdə necə insanlar gəlib qatara minib. Görürsünüz, arxada qatar gedir. Amma belə uzaqdan baxanda biraz ürkütücü görünür. Maşın içində adam kimi, yəni həm bura çox ətraf çox sakit yerdir, həm də ki burada güllər zad qoyublar. Mən də qorxulu görünür. Babam o burada Highlander Otel'də tikdirib mənim maşının adına. Şəhərdə bir dənə cəmi böyük supermarket var. Ümumiyyətlə bir dənə var bu Williams şəhərində, yəni Route 66 olan bölgəsində. O da Safeway adında böyük bir supermarketdir. Amma çoxlu sayda restoranlar var. Queen Dairy var, yəni Amerikanın ən məşhur restoranlar şəbəkəsidir. Restoranlar demək fast food və əsasən də bunlar süd məhsulları verirlər. Marojna kimi ya da ki belə bunun kimi qəşəng amma keyfiyyətli marojnalar verirlər. O cümlədən dediyim kimi restoranlar olduqca çoxdur. Çünki bura gələn turistlərin çoxu elə Williams şəhərinə ya oteldə qalmaq üçün gəlirlər, ya da ki restoranlardan istifadə eləmək üçün gəlirlər. Elə əsas da bildiyimiz kimi bu yolun üzərindədir restoranlar. Bura torpaq, gül, çiçək dükanı olub əvvəllər. Amma indi bağlıdır ya, bilmirəm. Polis. Şəhərin balaca belə bir polis departamenti var. Burada da Route 66. Və gördüyünüz bu sağlı sollu hamısı ya moteldir, ya oteldir, ya da restoran. Görürsünüz hamısı. Burada evlər də yoxdur yəni. Ya otel, ya motel, ya restoran, ya da kiçik bir suvenir dükanı, ya da ki aksesuar dükanları. Dünyaca məşhur Sultana Bar elə yazılıb burada. Və burada da bar var. Hansı ki bu barları filmlərdə də yəni bu stildə barlar, yəni bu stildə barlar görmüşük, amma hal-hazırda mən real görürəm. Burada isə maraqlı qəzet satılan bir dükandır. Bu qəzetin tarixi 2019 imiş ya, mayın 1-i.
Bu yepyeni qəzetdir ki, buradan pulu atırsan, qəzet çıxır. Maraqlı bir şeydir. Burada da dükanlardır. Hansı ki, Native Amerikanlıların, kovboyların geyimidir. So beautiful. Şəhərdə mənim diqqətimi çəkən əsas şeylərdən biri də bu şəhərin çox sakit olmasıdır və qədim tarixi olmağı ilə yanaşı, yəni qədimliyini insanların özləri də qoruyub saxlayır. Yəni yerli cəmaət və bura gələn turistlər də yəni bu qədimi görünüşü görmək üçün gəlir təbii ki. Amma yəni insanların özünün bunu göstərməsi, hansı ki küçələrdə məsəl üçün köhnə maşınlarla hərəkət edirlər. Yəni hər hansı bir qədimi bir şeylərini çölə qoyublar, sərgi kimi insanlara göstərirlər. Bir növ old style, yəni binaları yeniləməyiblər. Yəni hamısı köhnə stilli restoran və otellərdir. Yəni Amerikanın yəni 1900-cü illərdə olan stilləridir. Qalıb ki, hələ də istifadə olunur. Burada içərdə oturub sürür. Elə bir. Samir. Çox güman bu mağazanın diqqətini çəkmək üçün. Bir növ bu küçələri gəzdikcə insan keçmişə qayıdır. Hansı ki elə dizayn olunub ki, hər şey yəni old style quruluşdadır. Bu zərgərlik mağazasından başqa. Arxamda görürsünüz. Belə bir maraqlı gəzintidən sonra deyə bilərəm ki, əgər Grand Canyonları görmək üçün Arizonaya gəlirsə, Williams şəhərinə mütləq gəlin və buradakı bu gözəl Route 66-nı yəni mütləq gəzin. Yəni bu hardasa burada 500 metr digər tərəfindən, hansı ki o railway tərəfindən 500 metrdə bayaq göstərdiyim mağazadan bu tərəfə yeriyəcəksiniz, amma inanın ki gəzməyə dəyər, həqiqətən gəzməyə dəyər. Burada da zapravka zat köhnə maşını da qoyublar bura. Çox dəyərli maşındır. Həmçinin burada muzey var. Burada da muzeydir, hər şeyin köhnə stildə. Yəqin ki, maşın düzəldən yerdən yan ədisə. Və burada da maşın nömrələri var. Route 66. Baxın, Illinois'dan başlayır. Missouri, Kansas, Oklahoma, Texas, New Mexico, Arizona, California. Bu ştatların hamısından keçir. 8 ştatdan keçir. Route 66. Dediyim kimi Amerikanın ən tarixi ştatıdır. Ən historical ştatıdır. Yəni tarixi yoludur, üzr istəyirəm. Burada da maraqlı heykəllər var, ağacdan düzəldilmiş. Buradakı maşınlardan biri əslində. Bu maşın satışdadır. 1938-ci ilin Chevrolet Business Coupe maşınıdır və $36.500 satılır. Telefon nömrəsini də qoyublar. İçini də çəkim.
Çox sadə bir içi var. Monitor zad yoxdur. Burada da divandır. Remenləri yoxdur bu maşınların. Köhnə stildə olduğu üçün bunlar təhlükəsizlik kəmərləri olmuş. Belə göstərir. Bunun qiyməti də yoxdur. Bu deyəsən heç satılmır. Fairlane. Deməli bu maşındır. Buralar hansı ki bəlkə də görmüsünüz Lightning McQueen multfilmində. Yəni Şimşək McQueen multfilmində Radiator Springs deyilən bu yəni bölgədə çəkilən yeri Route 66-dır. Həmin o bölgələrdir bura. Yəni şunları söndürüm. Həmin o yerlərdir belə deyək. Biraz da gecə çəkmək üçün geri qayıtmışam. Yavaş-yavaş çəkim. Dediyim kimi mütləq əgər Grand Canyonları görmək istəyirsinizsə burada 50 mil bu tərəfdə zaten otel tutmalısınız. Grand Canyona yaxın otellərdən biri də elə buradakı Route 66-dakı Williams şəhərindəki otellərdir. Mən elə burada otel tutmuşam və məsləhət görürəm ki, mütləq buranı gəzin. Çox gözəldir, yəni bir növ özünüzü keçmişdə hiss eləyəcəksiniz. Burada da motosiklet sürüsü gedir arxamdan. İmkan verməzlər ki, videonu tamamlayım. Bu qədər videonu izlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.